Hər kəsə salam, adım Fatimədir. 2018-2021-ci illərdə dərs evində təhsil almışam və Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. İlk illərdə bura gəldiyim zaman mən valideynimə bildirmişdim ki, burada ab-hava çox gözəldir və gələcəkdə mən burada işçi olaraq işləməyi çox istəyərəm. Və elə oldu ki, universitetə daxil olduğum ilk ildə məni bura işçi olaraq götürdülər. Dərs evi mənə çoxlu qatqıları olub, həm insanlar cəhətdən, həm ab-hava cəhətdən, həm işçi olaraq, həm də şagird olaraq böyük nailiyyətlərim olub burada. Dərs evinin mənə qatdığı 3 əsas amili sayası olsam, bu hər halda ki, mənim indiyənə kimi çox sevdiyim müəllimlərimdir. Şagirdlərdir, hansı ki, indiyənə kimi dostluq etmişik və əsası da ki, metodika idi, hansı ki, bu mənə dərslərimə hazırlaşmağa və imtahana hazırlaşmağa böyük köməklik göstərdi. Əgər dərs evi olmasaydı, çox güman ki, mən bu abituriyent illərimi bu qədər maraqlı keçirtməzdim və imtahanlarda bu qədər yaxşı bal yığa bilməzdim. Bundan da əlavə 7 ilimi belə möhtəşəm keçirdə bilməyəcəkdim, çox güman ki. Artıq 5-ci il olacaq ki, mən dərs evində satış əməkdaşı olaraq fəaliyyət göstərirəm. Buradakı ab-hava həm əməkdaşlar üçün, həm də şagirdlər üçün çox gözəldir. Hər birinizi dərs evində görməyə şad olarıq. Dərs evinə gəlin və tələbə olun.